Yolumuz Bakıdan okeanın o tayına Nyu-Yorkadır. Şəhər qlobal dünyanın güzgüsü kimidir. Müxtəlif mədəniyyətlər bir yerdə toplanır. Bu şəhər sanki heç vaxt yatmır. İşıqlar, səslər, bir-birinə qarışan dillər fərqli bir harmoniya yaradır. Nyu-Yorkun ritmini ayaq uydurmaq isə əslində o qədər də asan deyil. Amma şəhərin sadəcə işıqlar və səslərdən ibarət olmadığını görmək üçün bir addım da irəliləmək kifayətdir. Burada binalar artıq qlobal siyasətin ritmi ilə boyanıb. Bu günlərdə Nyu-York diplomatiyanın paytaxtına çevrilir və BMT Baş Assambleyasının 80-ci sessiyası məhz bu şəhərdə start götürür. Əsas diqqət isə sentyabrın 23-dən başlanacaq liderlər samitinə yönəlib. Bəzi yollar bağlanıb, polis postları artırılıb, nəzarət məntəqələri hər addımda qarşına çıxır. Nyu-Yorka 140-dan çox dünya lideri toplaşıb. Bu yüksək səviyyəli iştirak şəhərin gündəlik ritmini tamamilə dəyişib. Liderlər samitindən öncə Azərbaycan prezidenti də Nyu-Yorka gəlir. Mötəbər kürsüdə dünyaya mesaj ötürməzdən əvvəl dövlət başçısının Amerika Birləşmiş Ştatları şirkətləri ilə keçirəcəyi vacib görüşlər var, həm də qarşı tərəfin müraciəti əsasında. Qəzza və Yaxın Şərq məsələsi BMT-nin bu dəfəki sessiyasının əsas mövzusudur. Xüsusilə nüfuzlu ölkələrin Fələstini dövlət kimi tanıması fonunda. Kameramızı şəhərin diplomatik ritminə paralel etirazlara yönləndiririk. Rusiya-Ukrayna müharibəsi, Qəzza, Suriya məsələsi, İran-İsrail gərginliyinə yanaşı Cənubi Qafqaz da gündəm mövzudur. Elə Türkiyə prezidenti ilə qarşılaşanda buna bir daha əmin oluruq. Azərbaycan artıq Vaşinqtonda sülhə bir addım qaldı. Türkiyə bundan sonra hansı rolu icra edəcək? Azərbaycanla ilgili sözlerimiz inşallah Birleşmiş Milletler Genel Kurulu'nda bilir. Amerika Birləşmiş Ştatları lideri Donald Trump da BMT kürsüsündən Azərbaycan-Ermənistan müharibəsini bitirdiyinə dair açıqlama verir. Mən 7 uzun müddətli müharibəyə son qoydum. Onları heç vaxt həll etməyəcəksiniz dedilər. Bəziləri 31 il idi ki, davam edirdi. Biri 36, biri 28 il. 7 müharibəni bitirdim. Növbəti gün Azərbaycan prezidenti Nyu-Yorkda bir sıra dünya liderləri ilə görüşlər keçirir. Bir tərəfdən bərpa olunan enerji sahəsində Azərbaycanın inkişaf yoluna nəzər yetirilirdisə və əməkdaşlıqlar danışılırdısa, digər tərəfdən Azərbaycan-Ermənistan arasında qəbul olunmuş bəyannamədən söz açılırdı. Vaşinqton görüşü ilə bağlı detallar müzakirə edilirdi və Azərbaycan üçün bu tarixi nailiyyət olaraq xüsusilə də xatırladılırdı. Bütün tariflər və dəyişikliklərə baxmayaraq bu il ticarət 1% artacaq. Qlobal iqtisadi artım 3% olacaq. Təbii ki, Azərbaycan da bunun bir hissəsidir. 25 sentyabr. Dövlət başçısının gözlənilən çıxışının baş tutacağı tarix. 8 il sonra Azərbaycan prezidenti yenidən bu kürsüyə çıxır. Özü də sülh gündəliyi ilə. Vaşinqton sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək beynəlxalq sülh və rifah naminə Tramp marşrutudur. Hər iki ölkənin rəhbərliyi, xüsusən də Prezident İlham Əliyevin liderliyi bütün dünyada diqqətə layiq hesab edilir. Azərbaycanın sülh mesajı deyəsən qarşı tərəfə də çatır.
Əminəm ki, Azərbaycanla sıx dialoq, regional dövlətlərin və beynəlxalq ictimaiyyətin də dəstəyi ilə biz bir daha heç vaxt sülh yolundan dönməyəcəyik. Bu səfər çərçivəsində verilən mesaj aydın idi. Bugün Azərbaycanın gündəliyi sülhdür və sülhün yaranması, inkişafı üçün əlindən gələni etməyə də hazırdır Azərbaycan. BMT Baş Assambleyasının 80-ci sessiyası 30 sentyabrda öz işini yekunlaşdırdı. Amma qurumun effektivliyi hələ də sual altındadır. Xüsusilə də Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü icra edən Azərbaycanın timsalında.